Deyirlər ki, yatmamış Vaqiə surəsi oxuyun hər gün. Niyə? Vaqiə surəsi sizi aparır, qiyamət, seyr elətdirir, gətirir. Biz oxumuruq, Allah deyir ki, pul da var bu surədə. Gələk pul olsun da biz oxuyaq. Pul nədir? Deyirlər, Vaqiə surəsi oxuyana ruzu verərəm, tez qaçırıq Quran oxumağa. Bizi qiyamət maraqlandırır axı. Ona görə deyir, eybi yoxdur. Sən oxu, qiyaməti yadva sal, işin nizamlansın, daxilin nizamlansın, pul da göndərərəm ki, daha yaxşı uşaq, dağıllı uşaqdır, buna pul da verin. Daxirəti yadına salır, buna pul da göndərin. Pulun hesabına bəlkə oxuyaq, oxumuruq heç, o da nəsə, ona da inanmırıq ki, ruz Allahın əlindədir ki, vaqiə ilə ruzu gələcək. Elə bir biz qazanırıq axı. Ona görə heç o da bizi yerimizdən tərpətmir. Hər gün deyir, Vaqiə surəsini oxu. Vaqiə surəsini oxu. Hər gecə yatmamışdan deyirəm, vay, qiyamət var qarşıda. Belə bir proqramın olsun ki, qiyamət hər gün yadıva düşsün. Ki, unutmayasan. Bilirsiniz, insan unutqan varlıqdır. Unutqan yaranıb. Gördünüz, Allah o günahkarlara nə cavab verdi? Demədi, siz inanmadınız. Demədi, siz bilmirdiniz. Demədi, siz anlamırdınız. Dedi, siz unutdunuz. Biman nəsitum, unutduğunuza görə bu günə düşdünüz. Deməli, yada salmağa ehtiyac var. Yada salmaq üçün gündəlik proqram olmalıdır. Hər gün neçə dəqiqə, saat neçədən mən axirəti yadıma salacam. İlahi, neyə yadımızdan çıxdı da, canın çıxardı, elə yaşayardın ki, yadından çıxmasın. Canın çıxardı, belə yaşayardın. Bundan sonra bir üstündə pis söz Allah deməzə, yəni ağrılı bir sözdür. Haza innan nəsinakum. Deyir, indi biz də sizi yaddan çıxartdıq. Siz bizi unutdunuz, mən də sizi yaddan çıxartdım. İnanın, deyirlər, bu söz əzabın özündən betərdir. Cəhənnəm odundan betərdir. Səni yaradan rəhimli Allah deyir ki, indi sən mənim yadımdan çıxmısan. Sən çağırırsan, mən sənin səsini eşitmirəm. Nə qədər dua ilə xeyri yoxdur. Neyniyək unutmayaq? Proqramla yaşayaq.